Bu həftə 12-13 yaşlı 52 şəhid övladı iştirak edir. İlk gün iştirakçılar üçün sitrus bağlarına ekskursiya təşkil olunub. Burada onlar bölgənin təbiəti və sitrusçuluq ənənələri ilə yaxından tanış olublar. Ardınca düşərgənin açılış mərasimi keçirilib. İştirakçılar düşərgənin daxili qaydaları ilə tanış olub, psixoloqlar tərəfindən keçirilən Ice Break təlimlərində iştirak ediblər. İnteraktiv oyunlar və komanda tapşırıqları vasitəsilə uşaqların bir-birlərini yaxından tanımaları, kollektivə uyğunlaşmaları, ünsiyyət bacarıqlarını inkişaf etdirmələri və özlərini rahat hiss etmələri istiqamətində praktiki məşğələlər həyata keçirilib. Gün şam yeməyindən sonra stolüstü oyunlarla davam edib. Bundan başqa uşaqlar psixoloqlarla fərdi və qrup görüşlərinə qatılaraq emosional sağlamlıq, özünü ifadə və qarşılıqlı ünsiyyət mövzularında maarifləndirici sessiyalarda iştirak ediblər. Rəqs ustad dərsi təşkil olunub, hotel daxili əyləncə zonalarında müxtəlif oyunlar keçirilib, face art fəaliyyəti və hovuz saatı uşaqların marağına səbəb olub. Gün axşam əyləncə proqramı ilə yekunlaşıb. Burada çox əylənirik, yeni dostlar qazanmışam. Həmçinin burada könüllülərimiz bizə çox dəstək olur. Eyni şəkildə psixoloqlar da. Burada biz voleybol, basketbol və s. oynayırıq. Axşamda konsertimiz olur. Bura artıq bir neçə ildir ki gəlirəm. Hər gəldiyimdə özümə yeni dostlar edinirəm. Burada maraqlı oyunlar və təlimlər keçirilir. Yazarlar, musiqiçilər gəlir. Biz sitrus bağlarına da getmişdik. Ora çox gözəldir. Ey sevgi.